İclas iştirakçılarının 5-də 3-ü müəllim, müəllimlərin 8-də 5-i qadındır. İclasda 27 kişi müəllim iştirak edərsə, müəllim olmayanların sayını tapın deyir. Deməli, birinci nə yazaq? Qadın müəllim yaz. Qadın müəllim bərabərdir nəyə? Qadın müəllim bərabərdir 8-də 5 hissəyə, düzdürmü? Çünki baxsınız. Bax, qadın müəllim 8-də 5-dirsə, kişi müəllimə nə qalır? 8-də 3, düzdürmü? Yaxşı, buna bildik. Ondan sonra, indi deyir ki, iştirakçıların 5-də 3-ünün, düzdürmü? İştirakçıların 5-də 3-ü müəllim. Onda yazdı aşağı, 5-də 3-ün Ayso, 8-də 3-ü 27-dirsə, başa düşdünüzmü? Bax, ümumi iştirakçıların 5-də 3-ü müəllim deyildi. 5-də 3-ün təzdən 8-də 3-ü kişidir da. Kişidə 27 dənə nəfər olduğuna görə 27 yazmışıq. Çarpaz vurduq. Aldığımız bu cavab bizim nəyimizdir? Ümumi iştirakçıların sayıdır. Ümumi iştirakçıların sayı. Yaxşı. 120 nəfərimiz vardısa, bizə də lazımlı müəllim olmayanlar. Gəl birinci müəllimləri tapaq. 8'de 3'te işi qadınsa 8'de 3'ü kişidir. Aha. Bizdə 27 veribdir. Aha. 8'de 3'üncü 27'si. Əla. Birinci də x'dir. Əla. Y zaten. Aha. Y də bərabərdir. 27 8. Gözəl. Bu da bərabərdir 72. Əla. 72 müəllimlərin sayıdır. Ümumi iştirakçıların sayı 120-dir. Müəllim olmayanlar tapmaq üçün ümumi iştirakçılardan müəllimlərin sayını çıxmalı. 72-ni çıxırıq. Bu da bərabərdir 48. Qəşəng. Deməli, ümumi 120 nəfər müəllimimiz var idi. 72-si müəllim olmayandı. Müəllim olanımız nə oldu? 48. Qurtardıq. Cavab oldu 48 variantdır.